Köhnə sevgilimin peşman olmasını istəyirəm, amma əsla onunla yenidən bir münasibət istəmirəm. Niyə? Bu sualı da cavablandıracağam. Əslində ayrılıqla bərabər sənin yıxılmış bir eqon var da, aşmış, yıxılmış, zədələnmiş bir eqon var. O eqon bərpa olunmalıdır. Eqon hansı ki ayrılarkən sənin əksik hiss elətdirən qarşı tərəf, lazımsız, dəyərsiz hiss elətdirən tərəf, qarşı tərəfin əslində geri qayıtması, sənə yazması, yenidən münasibətə səni məcbur etməsi, yəni yola gətirməsi, əslində bu bir ədalət axtarışıdır və düşünürsən ki, sənin eqon yenidən bərpa olunacaq. Amma sən bu oyunun içində fırlanarkən gözdən qaçırdığın bir şey var. Sənin sağalmağın, sənin bərpa olunmağın, sənin yenidən qalxmağın, ayağa durmağın başqasının sənə yazmağından, başqasının sənə nə edəcəyindən asılı etmisən, fərqindəsənsə. Sağlam şəkildə yenidən canlanma, özünə qayıtma, bu çox önəmlidir. Özünə qayıtma başqasından yox, sənin özündən asılı olmalıdır, dəyərli insan. Sən bunu tək başına öz dəyərini, özünə sevgini, dəyərli bir insan olduğunu yenidən kəşf etməlisən və bunu özünlə etməlisən. Başqasının əlində olmamalıdır bu. Bu olarsa sənin iplərin deməli başqasının əlindədir.